Gözəl gün mübarək olsun bizlərə. Fitr bayramıdır və Hz. İmam Səccad əleyhissalamın bir neçə cümləsi ilə istəyirəm çıxışıma başlayım. Əlbəttə bu cümlələr qəm dolu cümlələrdir. İmam göz yaşı tökə-tökə bu ayla vidalaşır və müəyyən cümlələr deyir. İnanın mən bu sözlərimə ki, mən bu cümlələri oxuyanda zehnimdə nə canlanıb onu sizə deyim. Sanki bir insan bir əzizi ilə, bir sevdiyi bir insan neçə illərdir ki buna inandı. Bununla sağollaşır, vidalaşır. Bundan sonra da sanki elə bir görməyəcək onu. Sanki o dünyasını dəyişir, ya səfərə çıxır. Sən də onu çox istəyirsən, o da səni çox istəyir. Onun sənə o qədər xeyri deyib, o qədər faydası deyib. Onunla ayrılanda hansı hala qalarsan? Sanki İmam Səccad o şəkildə başlayır bu ailə danışmağa. Öz əzizini sanki itirib, öz əzizi ilə vidalaşır. Və başlayır salamlar verməyə. Deyir, Əssəlamu aleyk, ya şəhrəllah. Ey Allahın ayı, salam olsun sana. Bu vidalaşanda deyir. Ya eydə əvliyəihi, ey Allahın dostlarının ayı, ey Allah dostlarının bayramı. İmam Səccad deyir, bu ayın hər günü bayramı idi. Eydə əvliyəihi, sən Allah dostların üçün hər saatun bayramı idi. Biz sənlə sağollaşırıq. Əssəlamu aleyk, ya əkrəmə məshubin minəl əvqat. Salam olsun. Vaxtlar içərisində ən əziz həmsöhbətimizə. Ey əziz həmsöhbətimiz, salam olsun sənə. Tərif edir, doymur. Doymur, öyle bitmir. Elə ey qəlbinin sözlərini deyir. Ya xeyrə şəhrin fil əyyam və saat. Günlərimiz və saatlarımız içərisində ən yaxşı ay. Sənin kimisi var mı məgər? Sonra deyir, Əssəlamu aleyk min qarinin cəllə qədruhu mavcudən. Sən çox qədir, qiymətli, hörmətli aysan. Əfcəə fəqduhu məfqudən. Sənin yoxluğun, tərcüməsini dəqiq deyirəm, əfcəə, faciədir bizi üçün. Əfcəə, faciədir. Səni itiririk. Mən biraz bayramdır, bəlkə də belə danışmağım bilmirəm. Amma imamın sözüdür də, cümlələridir. Deyirəm bu cürlə. Bəli, sənin yoxluğun çox çətindir mənə. Elə bilirsən nəyə bənzədir? Adam o, görsən nəsildə bir adam olur, kimin dərdi olur ona qaçır. Mənəvi müşkül olan onun qapısını döyür. Gecə də olsa onu çağırır. Dərdi olan ona deyir. Birdən-bir o dünyasını dəyişir. Nəsil hansı vəziyyətə qalır? Ay Allah, kim getdi? Kimlə dərdləşəcək, kimlə həmsöhbət olacaq? Yəni, elə bir şəxs, elə bir dünyasını dəyişib. Deyir, sənin yoxluğun faciədir. Əssəlamu aleyk min əlifin muqbilən fəsərrə. Gəlişin bizi sevindirdi, ey gözəl ay. Və əvhişə qədəm məzza. Gedişin bizi kədərləndirdi, ey dəyərli ay. Əssəlamu aleyk min mücaverin raqqət fihil qulub, qəllət fihiz zunub. Gəlişin qəlbimizə riqqət gətirdi. Riqqət, demişəm mən, mənəvi ziyafət verilişinə demişdim, riqqət nədir? Qəlb yumuşalır ha? Öyle bir qəlbin bir qəribə halı olur. Allahla danışmaq istəyir, həm söhbət olmaq istəyir, dərdlə. Ona deyirlər riqqətul qəlbə. Gəlişin riqqət gətirdi,
qallət fihiz-zunub, günahlar azaldı. Biz çox günahdan uzaqlaşdıq bu ayda. Bu ay sanki günahları elə uzaqlaşdırdı bizdən ki, biz elə bildik, biz etmədik, əslində o ay imkan vermədi ki, biz etmədik. İndi təzdən yenə gəlir. Günahlar hələsi bir tərəfdən gəlməyə başlayır. Bu sən idin, qoymadın günahlar bizə üst tutsun. Əssəlamu aleyk min nasirin ə'anəni aləş-şeytan. Salam olsun sənə ey o ay ki, kömək elədin bizə şeytanla mübarizədə. Sən kömək eləmirsən bizə. Səhhələ subuləl-ihsan. Yaxşı əməlləri icra eləməyi o qədər asanlaşdırmışdın bizə. Gecə oyaq qalırıq. Quran oxuyuruq. Pulumuzu rahat Allahın yolunda xərcləyirik. Bir nəfər rahat bağışlayırıq. Xoş təbəssüm. Biri bizə narahat eləyəndə dili narahat olma. Bunlar nə qədər asanlaşmışdı bu ayda. Bunlar nə qədər asanlaşdı, nə qədər rahatlaşdı. Bunları kim etdi? Bu ay etmişdi. Fərqində deyilik sadəcə olaraq. İndi biraz keçsin, fərqinə varacaq. Məsələn, indi fikir verin, adam indi hələ indi Ramazan ayından ki çıxmışıq, su içəndə görsən, hələ bu vaxtda da biraz adam çaşbaş qalır, baxır, çəkilir kənara, bir sonra içəndə rahat olur, belə adiləşir biraz üçün. İndi günahlar biz üçün belə biraz uzaqdan baxırıq, etmək istəmərik. Çətini bir-iki dəfə deyə müvayət olun. Bir-iki getdin üstünə, ondan sonra adiləşəcək. Hələ o halımızı saxlayaq. Əssəlamu aleyk mə kənə ətvəlükə aləl-mücrimin. Sən günahkarlara uzun keçdin. Çox uzun keçdin günahkarlara. Bəziləri qutarmadı bu ay. Yaxşı söz deyil bu. Ümumiyyətlə bundan sonra üçün deyirəm. Bu gəlmədi bu iftarın vaxtı. Biraz gözlə də nə olacaq ki? Gələndə də gələcək. Sən belə tez-tez deməklə tez də gəldi, çatdı. Odur da onsuz da vaxtı. Haçan gəlməlidir, onda gəlir. Sən günahkarlara uzun keçdin. Amma iman əhli üçün çox belə tez gəldi, getdi. Necə gəldi, getdi heç bilmədik ki, hə? Çox sürətlə gəldi, getdi. Əssəlamu aleyk min şəhrin lə tunafizhul əyyam. Heç bir gün sənin qabağında öyünə bilməz, sinəsini qabağa verib mən deyə bilməz. Sən bu qədər əzəmətlisən. Əssəlamu aleyk qeyrə müvəddəin bərəmən. Səninlə ona görə vidalaşmırıq ha. Cana doyduq, yorulduq. Başqa yolumuz yoxdur. Biz səndən vidalaşmazdıq. Amma neyniyək ki? Sən bizdən vidalaşmalısan. Biz doymadıq səndən. Biz yorulmadıq səndən. Amma neyniyək ki? Da qutardı. Bitdi. Gələn il bilmirəm ki, yenə var ömrüm yoxsa yox. Əssəlamu aleyk min mətlubin qablə vəqtihi. Məhzunin aleyhi qablə fu'tihi. Gəlməmiş arzunla yaşayırdıq. Qurtarmamış hicranından pərişan olmuşduq. Gəlməmişdi, gözləyirdik. Qurtarana yaxın narahat idik. Görsən danışırdı biridik, yəni ay Allah gedir. Adamı narahat edirdi. Müzən nəyə bənzir o əskərlikdə olan bəzilərinə aid edirlər, hamı əskərlərə aid deyil. Görürsən, məsələn, 8 aydır qulluq edir, xidmət edir, birdən buna 10 günlük evə icazə yazırlar da, hə? Bunu deyiləməsən, 20 gündən sonra gelirsən evə. 20 gün gəldikcə görürsən, o sevinir, gəlir, gözləyir o 20 günü, tamamlansın 10 gün evə geləcək axı. Sonra ki, gəlir, çatır evə, 8 gün, 9 gün sonra 2 günə qayıtmalıdır axı. Görürsən, yadına düşəndə ki, geləcək, oturub dostlarla gülürdən, yadına düşür 2 günə geyirəm, yenə dilxor olur. O bəzi əskərlər bilər, yenə gedirəm, oturmuşdum məsələn dostlarımla, bəzilərinə aiddir əlbəttə. Sən gəlməmiş sənin yolunu gözlədik. Amma axıra yaxındakı 28, 29, 25-ci, 26-cı günlər deyirdik, ay Allah, bu qutaracaq. Sən belə bir aydın. Əssəlamu aleyk mə kənə əhrəsənə bil əmsi aleyk və əşəddu şəvqənə qədən eləyik. Dünənə qədər səni hərisli ilə gözlədik. Sabah isə səni çox arzulayacaq. Bir an belə idi, indi belə.
Bəli, bu cümlələr idi dedim sizə. Amma bugünün adı səmada başqadır. Yerdə nədir? Fitir bayramı. Səmada başqa ad qoyublar buna mələklər. Belə deyək. Nədir adı? Yevmul caizə. Mükafat günüdür. Ramazanda nə veriblər bilirəm, veriblər. Onunla işim yoxdur ki. Amma indi verəcəkləri hara, Ramazan ayında verəcəkləri hara. Hədisdə oxumuşam ama deyir maaşı açan verərlər. İş qutarandan sonra da 30 gündən sonra. Deyir indi verirlər. İndi nələr verirlər bir Allah bilir. Bayramda nələr verirlər bir Allah bilir. Uğdu ilə cevaizikum. Nida gəlir səmadan ki tələsün, niyə dayanmısınız, qaçın, hara? Mükafatlarınızı yığın, yığışdırın. Mükafatlarınızı yığın, yığışdırın. Bəli, indi mükafatlarınızı yığın. Amma çatdı mühüm bir hissəyə. Bugünün 2 rükətki namazı var ki, qılacaq nəsib olsa, indi hərəmiz öz evimizdə, birimiz hardasa. Baxın, o namaz necə idi? 2 rükət sübh namazı kimi idi. Birinci rükətdə 5 dənə qunut, ikinci rükətdə 4 dənə qunut. Qunutda da hansı duanı siz oxuya bilərsiniz. Amma məhşur bir dənə dua var. Əhəlləl kibriyai vəl əzəmə. O duadan bir dənə cümlə çıxartmışam. O cümləni sizə deyirəm. Həmən cümlədə bayram namazını qılan şəxs belə söyləyir. Əsəlukə xeyrə mə səaləkə bihi ibadukə salihun. Allah səndən bilsən ki, nə istəyirəm, nə istəyirsən. Salih bəndələrin nə istəyirsə onu istəyirəm. Mənə onu ver ha. Salih. Demir ha, əməli salihlər. Əməli salihlə salih vücud fərqlidir. Adam var əməli salihdir, adam var vücudu salihdir. İzahını da vermişim. Adam var hərdən olur mömin. Bir möminçiliyin tutdu, hərdən deyirlər ha. Adam da var elə həmişə iman əhlidir. Onun üçün fərq eləməz ki, evində də imanlıdır, çöldə də imanlıdır. Ramazan ayında da imanlıdır, adi günlərdə də imanlıdır. Adam var hərdən səxavət damarı tutur, görsən də pulun xərcləyir. Deyirlər, nə aldın al, bu vaxt tutub bunda. Biraz keçən olsa heç nə verən deyil. Həvəslənib biraz. Adam var hərdən belə də, belə görsən imanlı olur. Hərdən gəlir, hərdən gedir. O həmişə olmur ki. Adam var xidmətə aşıqdır. Hə? Xidmətə aşıq, can atımı onu xidmət. Adam da var belə də hani. Hərdən olur. Onu da aləm, gördünüz o halda onu çox xidmət elətdirin valla. O bir də ələ gəlməyəcək. Allah bilir nə məsələdir, nə baş verib, düşüb də indi həyəcana. O birinci ki var ha, hərdən eləyir. Ona deyirlər əməli salih. Hərdən əməli salihdir də. Adam da var vücudu salih. Adam var heç vaxt şəkkə düşməz səndən bağlı. Dostdur səndən, əvvəldən axirəcən, əmmar kimi. Bir an olsun belə Əleyhisselamla bağlı düşmədi ki, şəkkə düşmədi bu kişi. Təlatümlü vəziyyətlərdə özdə. Çox adam düşdü ya o anda şəkkə. Nə məsələ, niyə Əli bu vəziyyətə qaldı? Belə bəzilər keçir, dəlilisa. Əmmardır o, dağ kimi dayanıb, zərrə. Bilir o kimdir. Adam da var ya, səni çox istəyər, inanır da sənə, hərdən düşür, şəkkə çıxır. Yox, o niyə bu belə eləndim, belə düşürsə. Məsələn, niyə telefonumu götürmə küstük? Yaxşı da indi götürməyib. Aləm deyib bir-birinə. Hə? Adam var vücudu salihdir. Düşmüsünüz da indi o canlı yayında baxırlar da. Adam var belədir də, yorur adamı. Adam var vücudu salihdir. Həmişə belədir. Adam var əməli salihdir. Burada biz nə deyirik? Demirəm əməli salihlər nə istəyir onu ver bizə. Vücudu salih olanlar nə istəyir onu ver bizə. Bunun içində sətr altı söz yatıb. Yəni istəyirsin ki, Allah məni bəlkə salihlərdən eləyəsən də bu boyda Ramazanda oruç tutmuşam. Qədir gecəsi. Aydındır, böyük şey istəyir ha valla. Yaxşı bunu ki deyən adam gəlir özü də nə olsun bir nəsə eləsin ha. Bir qab nəzərə al. Bu səmadan çox su istəsə də belə, okean qədəri su istəsə də belə bu qabdır. Bu qədər tutur. Nə qədər yaxsa o qədər. Bu neynəsin? Bu göyün günahı deyil, səmanın günahı deyil, buludun günahı deyil. Sənin tutumun o qədərdir. Əməli salih sanki o bir qaba bənzəyir. Vücudu salih sanki bir okeandır, dəryadır.
bitmir və tükənmir. Yəni Allah məni neynə? Vücudu salih elə bir okean kimi. Dualar da ucalsın. Elə belə şeylər istəməyim, xırda məsələlər. Yəni Allahım məni salihlərdən qərar ver. İndi yaxşı. Deyirsiniz bizə nə olub ki, biz elə salihlərdən idi. Maşallah nə vaxtdır da elə neçə vaxtdır oruç tutmuşuq. Qədir gecələrlə yatmamışdıq. Şükür Allaha ibadətlər eləmişik biz. Günahdan qaçmışıq biz. Allah qəbul etsin. İşim yoxdur ki. İndi mən sənə 5 dənə Qurandan çıxarış eləyəcəm. Salih insan kimdir? Gör səndə varsa sən də salihsən. Yəni mən deyəcəm, Allah özü deyir də, deyib, salih budur. Ayəsini deyirəm sizə. 5 dənə şərt kesir Allahımız. Nə gözəl şərtlər. Hansı surədədir bu ayə? Ali İmran surəsində. 113-114-cü ayələr. Mən amma sizə izahını verim. Birinci şərt, salihin birinci şərti. Deyir, o insan gecə vaxtı qalxar, gedər səcdəyə, səcdədə Allahın ayələrini tilavət edər. Heç bəzi heç gündüz oxumur, o ki qaldı, gecə qalxsın, özü də geçsin səcdədə başlasın ayə oxumağa. Allah nə deyir? Yatluna ayatillah, ana al-leyl, gecənin anları. Və hum yəscudun, özü səcdə alında. Və hum yəscudun, səcdədə. Gedir səcdəyə danışır. Allah Allah. Bu birinci. Var bizdə yoxsa yoxdur? Düz bilirsiniz də var yoxdur. Mən desəm də var, yoxdursa yoxdur. Desəm yoxdur, varsa vardır. Mənlə deyil. Özünüz yaxşı bilirsiniz. Gecə qalxırsınız ya qalxmırsınız. Xoş olsun o insanlar. Amma yoxdursa bundan sonra nə yaxşı olardı olsun. Amma o insana heç gecə qalxa bilmirlər. Bir dənə sizə bir əməl deyim, onu elə söz nə gözəl. Mən hədisini oxudum neçə gün bundan qabaq. Deyir ki, 2 dənə Quranın bir ayəsi var, Bəqərə surəsinin son 2 ayəsini. Onu oxuyub yatsa şam namazından sonra, elə bir gecədən sübhə qədər nə qədər ibadət edib, yatmayıb oyaq qalıb. Bəqərə surəsinin son 2 ayəsi. Heç olmazsa bunu elə yat. Bu bir məsələ. Bir, o insanlar ki, neynir? Gecə gedir səcdəyə. Səcdədə tilavət edir. 2, Allah buyurur. Yu'minuna billah. Allaha iman gətirənlərdir o insanlar. Özü yu'minuna demir, amənə billah. İman gətirdi. Yu'minuna davamlı. Hər işdə Allah. Hər işdə ixlas. Suyu da içir Allah. Yatır da deyir Allah. Xidmət də edir Allah. Namaz qılır Allah. Hara baxırsan Allah. Bax, belə bir səhnə ki oldu ya, Allah, Allah, Allah. Sanki o səhnəni Allah mələklər çəkir, saxlayır, qiyamət gün təhvil verəcəklər bizə. Çünki bu Allah, Allah deyir də, ixlasla yaşayır. Xoş olsun belə insanların Allah. İkinci budur, 3 nədir? 3 budur. Üçüncü buyurur, həmən ayədə qiyamətə iman, axirətə iman, ölümü unutmayan insanlar. Salih insanların bir xüsusiyyəti də budur. Nə qədər belə yaxşı da olsa, belə deyir, qiyamət var. Bunu qeyri-məliyəm cavabı. Hara? Cavab verməyə Allaha. Hesab kitab var, qiyamət var, ölüməliyəm. Bu 3. 4-cü, yə'muruna bil-ma'ruf və yenhauna anil-munkar. Buyurur ayə, onların bir xüsusiyyəti də budur, 4-cü xüsusiyyəti. Hey, davamlı insanları yaxşılığa dəvət edib pislikdən çəkindirir. Yə'muruna, adam var deyə neyimə lazımdır, yaşayıram. Yox. Ya'muruna bil ma'ruf və yenhauna anil munkar. Yaxşılığa dəvət edir insanları və pislikdən çəkindirir insanları. 5. Yusari'una fil xeyrat. Xeyr əməllərə tələsən insanlar. Adam var, bir dənə yaxşı əməli gəlir, saatlarla onu danışasan ki, geçsin o yaxşı əməl eləsin. O da bir dəfə edib də qutardı, çıxdı getdi. Gəlib buna bir dənə ayə deyəsən, bir dənə hədisi qüdsi deyəsən, 5 dənə hədis deyəsən, nə bilim, bir xeyirxalq adamlardan misallar çəkəsən, nə var, bu kişi bir 100 manat pul xərcləyəcək. Amma bu çətindir bu adam. Adam nə var, yusari'una fil xeyrat. Yusari o sürət kölməsindən götürülür. Xeyr əməllərə nə inir? Sürətlidir. Yuvatmır, eşitdi, xeyr əməli qaçır ora. Qoymur kimsə geçsin qabağa. Sonda Allah bir ulaikə minəs salihin, salihlər bulardı. 5 dənə xüsusiyyət. Kimdə varsa salihdir, yoxdursa salih deyil. Gecə qalxır,
Səcdədə neynir? Quran tilavət edir. Hər işində Allah Allah, ölüm, qiyaməti unutmur. Yaxşılığa dəvət, pislikdən çəkindirmək və 5 xeyir əməllərdə sürət. Birinci amma nədir? Quranla üns və ünsiyyət. Quranla ünsiyyət qurmaq lazımdır. Niyə Quranla ünsiyyət qurmalıyıq? Son sözlərimi bunu ilə ifadə edeyim. Ona görə ki, və huvə şifaun limā fis sudur. Çünki şəfadır. Şəfadır Quran ayələri. Həkimdir Quran-ı Kərim. Amma həkim nə vaxt insana xeyri deyər? 4 mərhələdən sonra. 1. Gərək xəstə həkimə müraciət eləsin. Müraciət eləməsə nə olacaq? Ödəli qalacaq. Lap qapı qonşusu olsun həkim. Müraciət eləməsə elə xəstə qalacaq. Sonra da ölüb gedəcək. 2 nədir? Həkimə inanmaq lazımdır. İnanmalısan ki, gedəsən o qapısına. 3. Ondan aldığın o resepti deyək də, hə? Deyilənlərə yazıları götürmək. 4. Onları da əməl etmək. Bu 4-lüyü tətbiq elə Quranda. 1. Get Quranın qapısını döy. Aç gör nə deyir sənin üçün. 2. İnan bu Qurana. O vəzlə deyir ki, bu 14 əsr bundan qabaq nazil olub. Gör nə vaxtdır. İmam Rızanın qəşəng bir kəlməsi var. Möhtəşəm bir kəlmə deyir Quran haqqında. Deyir, Quran günəşə bənzəyir. Günəş gör nə vaxtdan var. İndi bir adam deyir ki, bu nə vaxtdan var, bunun şüası nə olacaq? Yox, hər an yeni şüadır. Quran hər an yeni nurdur. 14 əsr bundan qabaqki nurla bu nurun fərqi var. Sən qəbul elə nuru. Yox, bu 14. Onda da günəşin də qabağına çıxma, şüa alma. Gör nə vaxtdan var, elə yer kürəsi. Hə? Günəş olmasa nə olar? Dağlar da. Yəni bu hədis əslində bunun içinə geçsən bir fikirləşirdim. Dedim bəlkə də saxlamalıydım, bunu geniş danışmalıydım. Bunu fikirləşin. Yəni Quransız aləm dağlar. Quransız nur yoxdur. Necə ki günəşsiz heç nə yoxdur. Hər şey məhvə məhkumdur. İnan ki bu Quran nə edir? Səni xilas edə bilər, xoşbəxtliyin konsepsiyasıdır. Sənə mənəviyyat bəxş edə bilər, sənə həm dünya həm axirət saadəti bəxş edə bilər. 3 nədir? Quranın buyruqlarını götür. 4. Get əməl elə. Belə olduğu təqdirdə nə olacaq? Quran şifaun limā fis sudurdur. Yoxsa əks təqdirdə şifa deyil ki. Əks təqdirdə şifa deyil ki. Bax, bugünkü günlər, bugünkü anlar da çox əzəmətlidir. Halımız qarışıb bir-birinə. Biraz gülür üzümüz, biraz narahatıq. Gülür ona görə ki, bayram mükafat gecəsidir, mükafat günüdür. Narahatıq ki, çıxdı əlimizdən. Adam bilmir neynəsin. Hərdən belə olur, hərdən belə deyirsən, nə oldu deyirsən, ya oturmuşuq, ya gülürsən, ya belə ağlayırsan, sən tuta bilmirik, nədir vəziyyət. Və halımız belə qəribə bir haldır. Amma arzumuz nədir, duamız nədir? Allah bir daha inşallah bunu, bu ayı bizə nəsib eləsin, mənim duam budur. Və sonda istəyirəm dualar eləyim, İnşallah onu ilə də bitirək və hərəmiz evimizdə, hərə ki harda namazı qılsın. Ümid edirəm Allah qəbul eləyər bizdən namazımızı. Dua da belə buyurun, belə söyləyim. Allah səndən ilk duamız budur, imam-ı zamanımızı salamat elə. O ağanın zuhurun təcil elə. Bağışlamamış bizi bu bayramdan çıxartma. Allahım, özünlə bizim aramızda xüsusi bir ünsiyyət yarat. Ya Rəbbəl aləmin, gizlində, aşkarda elədiyimiz günahlarımızı bağışla. Bizi biri digərimizə qarşı mehriban qərar ver. Bizi biri digərimizin qədrini bilənlərdən qərar ver.